Səhranın dözümlü sakini. Kaktuslar təbiətin ən maraqlı və qeyri-adi bitkilərindən biridir. Onlar əsasən isti və quraq səhralarda yaşamağa uyğunlaşıblar. Bu bitkilərin gövdəsi suyu özündə saxlamaq üçün xüsusi quruluşa malikdir. Kaktusların yarpaqları yoxdur. Onları nazik və iti tikanlar əvəz edir. Tikanlar bitkini həm susuzluqdan, həm də ac heyvanlardan qoruyur. Kaktusun qalın gövdəsi uzun müddət yağış yağmayanda belə daxilindəki su ehtiyatı ilə yaşaya bilir. Bəzi kaktus növləri çox böyük, bəziləri isə balaca bir top boyda olur. Səhrada günəş çox isti olsa da, kaktuslar buna asanlıqla dözürlər. Bu bitkilərin kökləri yerin dərinliyinə gedərək hər bir rütubət damlasını toplayır. Kaktuslar həm də çox gözəl və rəhli çiçəklər aça bilirlər. Bu çiçəklər çox vaxt gecələr açılır və ətrafa xoş qoxu yayır. Dünyada kaktusların minlərlə müxtəlif növü mövcuddur. Onlar təkcə səhralarda deyil, insanların evlərində də bəzək bitkisi kimi saxlanılır. Saxlanılan kaktuslar havanı təmizləməyə kömək edir. Kaktuslar çox yavaş böyüyən bitkilərdir, lakin onlar uzun illər yaşayırlar. Bəzi nəhəng kaktusların ömrü 200 ildən çox ola bilir. İnsanlar kaktusların bəzi növlərindən dərman hazırlamaq üçün istifadə edirlər. Səyyahlar susuz qalanda bəzən kaktusun gövdəsindəki sudan istifadə edirlər. Bu bitki dözümlülük və həyat eşqinin rəmzi hesab olunur. Təbiətdəki hər bir kaktus əsl möcüzədir.